Salam əziz və hörmətli dostlar. Nə var, nə yox, necəsiz? Mənim zahirəm bu tərəfində işıq düşür üzümə. Onu biraz düzəltsək, biraz şey olar. Hər halda çox xoş gördük dostlar. Umarım ki, yaxşısınız, keyfiniz sazdır və hər zamanınız xeyirli olsun. Yenə də bir ayrı gün ömür oldu ki, kitab oxuyaq və bizim gələcəyimiz kitabdan geçir. Onun üçün kitab bizə çox mühümdür. Aleyküm salam dostumuz, çox sağ olun. Hünər-i Cəng adındakı kitabı oxuram və düşüncələrimi də bəzən açıqlayıram onun yanında. Bu kitab 2000 il qabaqdan da, hətta deyirlər ondan qabaq yazılıbdır. Deyirlər, mən inanmıram. Amma hər halda bu adam kitabı yazanın adı Son Tezo Çinlidir və Həsən Həbibi bunu farsçaya tərcümə edib. Mən çox istərdim ki, türkcəsini oxuyaq, yəni İstanbul türkcəsi ilə tərcümə olunmuş kitabını oxuyaq, amma çox yavaş oxuduğum üçün və bu da elmi kitab olduğu üçün və bir də bir tərəfdən də Ukrayna savaşı başladı və bizim dərdimizə dəyən olduğu üçün ki, bunlardan tez bir şeylər baş tapaq, onun üçün bura gəldik. Amma umarım gələcəkdə daha yaxşı kitablar türkçədən oxuyaq ki, həm türkcəmiz yaxşılaşa, həm də ki, türkcənin elmi terminləri ilə, yəni elmi sözləri ilə tanış olaq. Bu kitabın 141-ci səhifəsinin əvvəlindən başlayırıq. Vəqti نیروهای دشمن پراکنده اند فرمانده با تجربه صانع از گرد هم آمده آنها مانع olacaqdır bu ehtimalən mane از گرد آمدن آنها می شود هنگامی که متمرکزند در آنها تخم بی‌نظمی می‌کارد. Dostlar diqqət buyurun, çox önəmli bir sözə barmaq basır. Deyir ki, o zaman ki düşmənin adamları dağınıqdılar, ayrılıqdılar, bir-birləri ilə müşkülləri var, problemləri var. Deyir, yaxçı fərmandeh qoymaz bunlar müttəhid olalar yenidən. Bunlar bir də toplaşalar, bir yumruq olalar, onu qoymaz. Ağıllı fərmandeh o zaman da ki düşmənin gücləri bir diləşiblər, bir yumruq olublar, 1000 dana oyunla bunları bir-birindən aralar. Bunları ayrı salar. Çünki onların birliği bizim zərərimizədir. İndi Güney Azərbaycanın düşməni farslardır. Hətta deyək ki, qonşularımızda da bizə düşmən var. Bəzi dostlarımız belə düşünürlər. Mən belə düşünmürəm əlbəttə. Mən düşünürəm ki, biraz müşkül var. Düşmənlik yoxdur. Düşmənlik təhcə Fars milləti türkünün düşməndir. Bu coğrafiyada. Ərz edeyim xidmətinizə ki, indi biz deyir, əgər gördünüz ki, Farslar ki, sizin düşməninizdir. Bir-birlərindən ayrılıblar, yaşıl, nə bilim, o, bu, məclis falan düşüblər bir-birinin canına, siz bunları qoymayın, toplanalar. Əgər gördünüz topludular, bunları hər nə cür başarırsınız, başarın bunları bir-birindən aralayın. Onların arasında nəzm-i nizamı vurun bir-birinə. برای فریب دادن دشمن دست به عملیات متعدد بزنید. Buna görə ki, düşməni tovləyə biləsiniz, fərib dadən, türkçəsi tovlamaq. Tovləyə biləsiniz. Hər cürə başarırsız rəvani ya hətta bəzən mali sistemlərdən faydalanın, psikolojik, rəvanşinasi sistemlərdən faydalaşın və onları bir-birlərinə düşmən edin. خود را در غرب بنمایانید و از şərq پیشروی کنید. Düşmənə elə görsədin ki, biz gün batandıyıq, düşmən desin və siz gün batandasınız. Amma əslində siz gün çıxandan hərəkət edin düşmənin üstünə. Görün nə qədər ciddidir ha, düşməni tovlamaq. Düşməni elə tovlayın ki, düşmən desin bəlkə casusları falan xəbər versinlər ki, düşmən yığışıb gün çıxana, doğuya. Amma siz hücum eləyəndə düşmən görsün ki, siz batıdan həmlə elədiniz. Gün batandan. Yəni bu qədər diqqətli olun və casuslara belə imkan verməyin. Vey ra be tərəfi şimal bekişid və der cünub bekubideş. Bir iş görün ki, düşmən deşin və siz quzeydəsiz, quzeyə tərəf, şimala tərəf gəlsin. Amma siz onu güneydə əzin. Çünki əgər onun gücü geçsə quzeyə tərəf,
siz güneydə çox müqavimət görməzsiniz. Əgər farsların gücü gedə Ərəbistana, Bəluçistana, ayrı bir yerlərə, Loristana, İsfahana, Şiraza, siz olduğunuz şəhərdə ya məmləkətinizdə rahatca farsların gücləri nəzə bilərsiniz. دستپاچه و مضطربش کنید. Onu despatça farsça bilirsə əllə paça nəsə olmaz, amma deyib farsda iş dildir, deyibdir. Yəni onu tələsdirin, onu başın əyağına qatın. Öz başın əl-əyağına qatın. Despatça belə olacaqdır. Onun başın öz əyağına qatın. Yəni özü ilə məşğul eləyin. مضطربش کنید. Onu nigeran eləyin. Naciran eləməkdir. Onu naciran eləyin. Zehnəşdə məxşuş. Onun zehni qatın. Məxşuş qatmaq. Zehnin düşməni zehnin qatın. تا جایی که فرمانده افراد خود را در عین آشفتگی متفرق سازد. Oladcan bunların zehnilərin qatın. Bu işləri görün ki Fərmanda görsün ki, bu sərbazların, işləyənlərin zehni qatışıqdır. İş görənmirlər. Bunları ötürsün, geçsin, gedin evizə. Çünki bu sizin nəfizədir. Onda eləyə bilərsiniz, düşməni yıxasınız. Shang Po deyibdir ki, با حمله های ناگهانی دشمن را در جاهایی که آماده نیست غافلگیر کنید. Hopdan deyirik da, xapa-xap deyirik əslində biz. Xapdan ya birdən-birə hopdan düşmənə həmlə eləyin. Həm də o yerlərdə xapdan həmlə eləyin ki, düşmən orada fikirləmir, orada həmlə elərsiniz. Məsələn, heç vaxt fikir eləməz, biz Tehranda ona həmlə eləyək. Biz Kərəcdə, İsfahanda, Şirazda, Yəzdə ona həmlə eləyək. Heç vaxt bu fikir eləməz. Amma biz əgər onlarda həmlə eləsək, daha güclü düşmən rahat vura bilirik, yıxa bilirik. Qafilgir, yəni qafil avlamaq. Elə bunu türkcə işlədirik, qafil avlamaq. Və ba quruhhay zərbət nereye hücum bəbəlid. O zərbət qrupları ki, qabaqcanda demişəm, 3 nəfər, 5 nəfər özümüz, dostlarımızdan tanıdıqlarımız, and düşmüş, hətta əhliyalımız, bacımız, qardaşımız, dədəmiz, nənəmiz, yoldaşımız, candaşımız, sirdaşlarımız belə bilməsinlər biz kimlərik, kimlə işləyirik. Və bunları bilək ki, bu cür bir adamlar, ağzı dəmir adamlar var, ağzı bağlı, qarnı böyük adamlar vardır ki, əgər belə bir iş görsək, tutulsalar da o birlərin adını verməyəcəklər. Onlarla işləməliyik. Zərbət dedik, bunlardır. Yəni 5-10 nəfərə bahəm gedirik, biz vururuq, dağıdırıq, düşməni silahların əllərindən alırıq və bu çox rahatdır. İnanın rahatdır. 27-ci nömrəlini bəndə oxuyuruq. Deyir ki, خبرگان هنگامی که تمرکز و حرکتشان مفید فایده باشد چنین میکنن. Deyir, savaş mütəxəssisləri, xübrə dedikdə təcrübələri, elmləri, ağılları bu savaşda çoxdur. Savaş haqqında. Deyir, bunlar o zaman hərəkət elərlər, hərəkət eləmək, tərpəşmək. O zaman yerlərindən tərpəşərlər, düşmənə tərəf gedərlər, ya bir manor verərlər, düşmən desin, və siz gedirsiniz uzağa, amma əslində ya döyür vurursunuz, ya qeydəcəksiniz. Deyir, o zaman bir hərəkət elərlər ki, eləyə bilərlər. Nacəhani dedim, xapa-xap. Xapa-xapdan düşmənə həmlə eləyə bilər. Və əlbəttə hərəkəti faydası ola. Bu hərəkəti niyə mən eləyirəm? Mən əlan niyə məsələn 10 dolarlıq ya 1 dolarlıq ya 100 tümənlik benzini yandırım, maşın buradan geçsin ora. Bunun nə faydası var? Bir dana fərmanda daimən bunu düşünür ki, mən hər nə hərəkət eləsəm, ya hara toplansam, ya hara getsəm, bu gərək bir faydası ola. Və dər surət əks təvəqqüf mikonənd. Əgər tərsinə ola, yəni faydası olmaya zərərli olsa, duralar. Zərərə biz ziyan deyirik əslində. Türkçədə ziyan olsa durar. Faydaya da ərəbcə sözdür, kar deyirik Türkçədə. Filan işin karı mənə nədir? Ya nə qədərdir? Kar bizdə mənfəət. Türkçədə kar sözü mənfəət yerinədir.
Hətta qulaqdakı kar deyirik, bu da mənfəətdir. Niyə? Çünki adam o şeylər ki, eşidəcəkdir, onu eşitmir. Yəni özün vurur ki, eşitməməzliyə da. Bu özü də bir faydadır. Siz bəzi şeyləri eşitmədiyiniz üçün rahat üstündən keçirsiniz. Necə ki, məsələn deyək, bilmədiyimiz şeydə cavab vermirik da, məsuliyyətimiz olmur, eşitmədiyimiz da cüzdür. از من بپرسید چگونه میتوان بر ارتش دشمن که از نظم کامل برخوردار و آماده حمله است غلبه کرد. Bir nəfər PAO deyibdi ki, məndən soruşun ki, əgər mənim düşmənim münəzzəmdir, birdilər və nəzmiləri də var və əməliyyat da, yəni savaşa da hazırdılar, mən nə cür eləyə bildim, onlara qələbə eləyəm. Hər şeydə hazırlıqları var. به چیزی که دشمن بدان دل بسته است مستولی شوید. Düşmən ürəyin hara bağlayıbdır? Del bəstə است, ürəyin nəyə bağlayıbdır? Ürəyi nə istir? Düşmən o şey ki, ürəyi onu istir, onu siz əlinizə gətirin. Müstoli şəvid, yəni ona təsəllüt tapın. Onu əlinizə saxlayın. Ançə mixahid bər sərəş xahid avərd. Əgər bu düşmən istədiyi şeyi əlinizə gətirsəz, ondan sonra nə istəsəz düşmənin başına gətirə bilərsiniz. Sürət və çalaki cövhəri cəng است. Qıvraqlıq ya qıvraqlıq savaşın cövhəridir. Necə deyiblər, kişinin cövhəri işləməkdir. Əlbəttə, xanımların da cövhəri işləməkdir. Normalda xanımlar da kişilərdən çox işlərlər. Amma kişilər bunu düşünməzlər. Deyərlər bəlkə işləmək elə odur ki, eşikdə gedib işləyəsən, pul gətirəsən, amma evdə işləyən ondan çox işləyir, amma pul yoxdur. Əlbəttə, bu da bir növ bölüşdür da, işi bölürlər. Yəni, biri evdə işləyir, biri eşikdə işləyir, bunun görə qədri bilinsin. از فقدان آمادگی دشمن استفاده کنید. اگر دشمن فقدان یعنی olmamaq, ədəm, ərəbcə ədəm, fokdan da elə ərəbcədir. Deyir ki, düşmənin əgər hazırlığı yoxdur, ondan istifadə eləyin. İndi məsələn, pasdaran, bəsit filan gediblər, yatıblar, eşikdədilər filan. Bunlardan deyir, istifadə eləyin, işinizi inqilabınızı eləyin. Və məsirهای پیش بینی ناشده را برگزینید. O yollarla gedin ki, ya o yerlərə gedin ki, düşmən fikirləmir, onlardan gələrsiniz. Və dərcai ki, برای خود مسئولیت ایجاد نکرده است. O yerdə ki, düşmən özünü orada qoruya bilmir. Məsuliyyət qorumaq. Türkçəsi ərəbcə sözdür. Türkçəsi qorumaq. Qoruma altına almaq məsuliyyət. Məsələn, məclisdə nümayəndələrin məsuliyyəti var. Yəni, qorunma haqqı var. Deyir, o yerdə ki, düşmən qorunmur, özünü ciddi qorumur, orada onu vurur. Məsələn, biz bilirik da, şəhərlərimizdə kələntərilər, pasgahlar, nə bilim filanlar qorunmurlar. Yəni, bunlar biz ciddi olsaq, biz bunları rahatca ələ alarıq. 142-ci səhifəni başlayırıq. Deyir ki, Tomo adında bir stratejist də deyibdir ki, طبیعت عمیق جنگ و نقطه بالای هنر راهبری ارتش همین است. Deyir ki, o ki üstə dedik indi düşmən hazır olsa nədir onu yıxmaq olar. Dedi, o şey ki düşmən ona ürək bağlayıb oranı əlinizə gətirir. Ondan sonra onun başına istəsəz vurarsınız və o yerdə ki düşmən hazırdayı orada vurur. Deyir ki, savaşın ən dərin doğallığı bu üstəki dediyimizdir. Yəni təbii, o şey ki savaşda təbiidir budur ki, düşmən hazır olmayanda onu vur. Hazır olduğu yerdə o şey ki istər ələ gətirir, onu sən ələ gətir, qoyma. O onu şey eləsin, ələ gətirə bilsin. Sheng Po deyibdi ki, Sheng Yo deyibdi ki, در اینجا سنتزو از نو به بیان این مطلب میپردازه که اگر چیزی به حساب آید همان چابکی و چالاکی است. Deyibdi ki, Sontezo istir bunu desin ki, əgər savaşda bir şeyin əhəmmiyyəti var, o bir şey nədir? Çabuki və çalaki. Yəni, zirənci olmaq. Ferz olmaq. Türkçə ferzi deyir o. Çabuki, çalakin yerinə, bəlkə bunları da türklər bilmirəm, amma ferz. Ferz sözün biz Qəradağda işlədərik. Ferz. Ferz olmaq. Fırfıra kimi da, fırfıra da, fikirəm fırfıra da,
Fers kəlməsindən düzəldəcək. Ya bunlar bəlkə də ondan deyil. Çünki o zıdı bu f-r'dir. در خصوص نیروهای اشغالگر اصل عمده‌ای که باید مورد توجه قرار گیرد این است که پس از ورود عمیق به سرزمین دشمن لشکر متحد می‌شود و کشور مدافع نمی‌تواند بر این لشکر غلبه کند. Deyir ki, indi bu günləri mən bir xəbər oxudum, bilmirəm nə qədər düzdür ya qələtdir. Rusiyanın xarici naziri, yəni vəziri, xarici işlər vəziri deyibdi ki, Rusiya hazırdır barışa və çıxa savaşdan. Bu çox gözəl xəbərdir. Umarım belə olsun. Əgər belə olsa türklərə çox böyük bir qazanc olacaqdır. Çünki Rusiyanın oradan çəkilməyi türklərin və Türkiyənin strateji səbəbi nədir əslində? Əlbəttə bu iki şeylər nədir? Ukraynalılar savaşıblar, bunu demirik. Əsli məsələ odur. Amma Türkiyənin stratejisi biz türklərə çox mühümdür. Əvvələn dünyada biz sülhü tələb bir millət olaraq tanınırıq. Bir. İkinci, dünyadan bizə etimad çoxalacaqdır. Yəni türklərə etimad çoxalacaqdır. Çünki bunlar Türkiyəni eləyə bildi ki, Zelenski, yəni Ukrayna və Putin, yəni Rusiyəni gətirəmizin arxasına bunları bir-birinə danışdırar və bunlar bir-birinə söz verələr, eləyə bilərlər ki, yavaş-yavaş bu savaşı qutararlar. Əvəzin ki, neçə ay çəksin, bəlkə 2 ayın içində qutarsın. Bu çox önəmli bir məsələdir. Ondan sonra da bu Türkiyəni əgər sülhü Türkiyə eləyə bilsə, yapsa, düzətsə, bunların arasında qoya bilsə, sülhü yarada bilsə, o məmləkətlərin hamısının zehnində Türkiyə qalacaqdır və bura pul gələcəkdir. Yəni, insanlar Türkiyədən ev alacaqlar, dolanmağa gələcəklər daha çox. Çünki ölümlərinin qabağını, itkinlərinin qabağını alıbdır. Bu, mühüm bir məsələdir. Pəs, fercilik savaşda çox mühümdür. Amma əgər deyir ki, bir yeri işğal elədiniz. İndi farslar Azərbaycanı işğal eləyiblər. Bu işğal nəcür olubdur? Bir dənə ordu Kürdistan tərəfindən gəlibdir. Bir dənə də ordu Tehrandan şeydən gəlibdir. Miyana tərəfindən, Zəncan tərəfindən gəlibdir. İşğal üçün 1325-də, 26-da. Bunlar ki gəliblər, yetişiblər bir-birlərinə, birləşiblər. Deyir, bunda siz də bir iş görə bilməzsiniz. Rusiya çalışırdı ki, Belarusla Rusiya özü çalışırdı ki, 3 tərəfdən Ukraynanın içinə girələr. Gələrlər, bu əvvəl paytaxtı alalar, ölkənin baş şəhərini alalar. Sonra da, əgər bu 2-3 tərəfdən gəlsəydilər, mərkəzdə bir-birlərinə yetişsəydilər, deyir də işğal olunmuş millət bir iş görə bilməzdi. Normalda da şey budur, savaşın yıxılması 2 dana illətlə savaş qutarar. Ya budur ki, rəhbəri öldürərlər, paytaxtı işğal elərlər, yəni rəhbər təslim olur. Bu 2 dana. Yəni, indi rəhbər dediyimiz rəis cümhur ola bilər, şah ola bilər, hər kəs olur olsun, o mühüm deyil. O başda olan siyasi adamın ya öldürərlər, ya da ki, o təslim olar. Təslim olar ki, şəhəri işğal eləsin, öz-özünə təslim olar da, qutarcıqdır. Bunu deməkdə, indi bunu da yadınıza salın ki, Rıza Şah adında bir fars bir saniyə savaşmayıbdır. O zaman ki, 2-ci Dünya Savaşında gəldilər, girdilər bu məmləkətə, Məmalik-i Məhrusi Qacara girdilər və o zaman Pəhləvilər, farslar şahlıq dövrəsini keçirdilər, kef sürürdülər. Bunlar gəldilər, Tehrana işğal elədilər. Ruslar üstdən, şimaldan. İngilislər əşağıdan gəldilər, buranı aldılar. Və bu adam öz-özünə təslim olacaqdı. Ayrı yol yox idi. Amma bir dana güllə atmayıbdı. Əgər bir yerdə bir savaş olubdu, məsələn, deyirlər Culfada, nə bilim, Germidə, ya hər yerdə şahsəvənlər, ya filanlar Cunubda, Xəlic Ərəbi, ya Bəsrə körfəzi ətrafında savaşıblar. Bunların da hamısı özü savaşıbdır. Ya bilməyiblər, məsələn, qəsdən belə bir həmlə vardı, dövlət icazə verib ya verməyibdir, ya da kəsdən tərəf deyib ki, mən savaşacağım da öləm də, məsələn, bu cüzü.
مناطق حاصلخیز دشمن را به منظور تأمین ذخیره غذایی کافی غارت کنید. Dedim qarət var idi, indi də mütəəssifانə var, istər-istəməz. Çünki bir var ki, deyəsən Muskodan çörək gələ Ukrayna, yemək gələ Ukrayna, təyyarə ilə də gəlsə bir neçə saat çəkəcəkdi. Bir də maşınla gəlsə də neçə gün çəkəcəkdi. Bir də var ki, gəlmişsən bu şəhəri almışsan, mağazaları qarət elə, yığ içindən apar. Niyə? Sənə qədimdən dostlar, bunu diqqətinizdən çıxardın. Yadınızdan çıxardın. Demokrasi falan. Hüquqi bəşər, bunları yaddan çıxardın. Bunlar sülh dövrəsinin sözüdür. Savaş dövrəsində hüquqi bəşər nə gəzir? Savaş dövrəsində demokrasi nə istər? Adamı su yerini öldürürlər. Amma savaş özü, dünyada belə bir qanun var. Savaşla adamı öldürürsən, arvad uşağına qədimdə sahib çıxırdılar. İndi yerinə, malına, dükanına, zəmisinə, heyvanına, hər şeyinə sahib çıxırsan. Yerinə belə sahib çıxırsan. Adam orada oturub yerin üstündə, amma sən deyirsən, bu sahibi mənəm. Yəni, belə bir, savaşda belə bir şey var, sistem var. Ad tərəfi öldürürsən, ya öldürmürsən. Əsir olur, deyirsən, yerlərin də mənimdir. İndi məndən alacaqsan. Bəzən deyir, almayacaqsan, maliyyat verəcəksən, bir belə mənə, niyə ki, mən istədiyi yerdə alır əlindən, yəni. Adam deyə bilməz ki, yox, ya canı vallahi bir yeri ver, ikisindən birini seçməlisən. Adam canını seçəcəkdir, yerini verəcəkdir. Rıza Palani dediyimiz şah, deyirlər ki, neçə min kəndi beləsi alıb. Yəni, adama deyib, ya öləcəksən, ya qalacaqsan da. Adam da seçib ki, diri qalıb. Muvazib غذای افراد لشکر باشید. اردunun yemağına diqqətli olun və به آنها کارهای شاق بیفایده را تحمیل نکنید. Orduda əsgərlərə, yəni şaq, zor, ağır, çətin, şaq, çətin, ağır, ikisini də demək olar. Ağır işləri onlara təhmil eləməyin, yəni onları zorlamayın ağır işə. Kari konid ki, həmigi az یک ruhiyyə bərxordar başan. Bir iş görün ki, sərbazların hamısı, əskərlərin hamısının ruhiyyəsi bir cür olsun. Biri narahat, biri xoş olmasın. قوایتان دست نخورده باقی بماند. Bir cür edin ki, gücüz. Güc həm rəvani gücdür, həm savaş gücüdür, həm silahlardır, həm personeldir, yəni əskərlərdir. Deyir, bunlar, bir iş görün ki, bunlar əl dəyməmiş salim qalsın. Əl dəyməmiş yəni salim qalsın da, salim saxlayın. برای تحرکات لشکر نقشه غیرقابل کشف و حدس مطرح کنید. Deyir ki, istəsəz bir hərəkət görəsiniz, bu da bizim dərdimizə dəyər Cüney Azərbaycan. Əgər biz istirik bir iş görək, Azərbaycanımızı və türklərin, torpaqların, farsların əlindən azad edirik. Deyir, bir nəqşə çəkin ki, düşmən onu hədsi gümanla belə bilməsin, ələ gətirə bilməsin. Əfrad لشکر را در وضعیت بنبست بیفکنید. Deyir ki, ordunun üzvlərin, əskərləri bir bombəst vəziyyətdə saxlayın. Görək niyə? Ve طور ki, az bərabər mərg نیز فرار نکنند. Elə bir vəziyyətdə saxlayın ki, bunlar ölümünlə də üzbəyiz olanda deməsin, mən ölürəm, ölməyim, yox, qeydim qaçın. Yox, ölürəm, tamam, mən savaşacağım, öləcəm. Sonra, yəni gəlib biz də ruhiyyəmizi belə saxlayaq. Ha, bunları demirik ki, əskərdən ötürü. Bunları, bəziləri bunları ordudan ötürü, biz ordumuz əlan yoxdur. Amma vaqiyyət budur ki, biz hər kəsən deyir ki, sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, yəni mən sənin əskərinəm. Yəni biz gələk bu vəziyyətdə özümüzü hazırlayaq. Sonra əgər əfrad amadeyi murdən başən və hər kari qadirən. Əgər insanlar ölümə hazır olsalar, dünyada bir iş yoxdur ki, o işi yerinə gətirə bilməyələr. Heç ordu bunları yıxma. Əfqanistanlar, mən niyə iftixar edirəm Əfqanistanlara, vaqəən bunu deyirəm. Çünki Əfqanistanlar keçən 40 ildə 2 dənə imperatoru sındırdılar. Amerika imperatoru da orada dedi, ağa, mən bağışda girmişəm, bura qeydim, gedim. Şurəvi imperatorluqda gəldi orada, onlar il savaşdı, çıxdı, getdi. Çünki o adam ki, dedi mən ölməyə hazıram, onu bitirmək olmaz ki. Bu axiri nədir dünyanın? Axiri ölümdür. Heç kəs bu dünyada diri qalmayıb. Bu iki deyirlər İmam Zaman diridir, Xizri diridir, nə bilim o diridir. Bunların hamısı nağıldır. Hamısı nağıldır. İnsan adında bir mevcud diri qala bilməz 300 il, 500 il. İmkansızdır.
Əgər Allah bu işi görsə, Allah zalimidir. Niyə mənə bu işi görmür ki? Əgər İmam Zamanı saxlaya bilir, amma məni saxlamır. Bu Allahın ədaləti yoxdur ki. Əslən ayrı seçicilik budur da. Bundan böyük ayrı seçicilik təbiiz ola bilər. Niyə onu saxlayır mən? Çünki onun babasının 12-ci babası peyğəmbərmiş. Nə olsun, mənim də 100-cü babam peyğəmbərdir, məsələn deyək. Yazsa peyğəmbər deyil. Çünki peyğəmbər deyil, mən şey ola bilmərəm. Yəni, həqqim yoxdur. Allah bu qədər namərd, əskikdir ki, məsələn, biri üçün peyğəmbərin balasıdır, onu bu cür eləyə, üçün o birisi, məsələn, nəvəsidir, onu o cür eləməyə. Əgər İmam Zamanı saxlayıbdır, niyə İmam Əsgərini saxlamayıb? Niyə 9-cisin, 8-cisin, 5-cisin, 3-cüsün saxlamayıb? Niyə 50-ni saxlamayıb? Niyə Məhəmmədin özünü saxlamayıb? Bunlar nağıldılar. Bunlar farslar düzəltmiş nağıllardır. Sünni dünyası buna inanmır. Müsəlmanlarda. Çünki ağla batmaz axı. Ağıllı adam inana bilər. Məsələn, mənim nəyim İmam Zamandan əskikdir? Bəlkə tüküm yoxdur. Bəlkə boyum qıssadır. Amma Həzrət Əlinin boyu məndən də qıssaymış. Yəni, mən genə 165-166 santam. Həzrət Əli, məsələn, deyirlər 150-dən o yüz bu yüzmüş. Yox, Allah bir belə ahmaq, ədalətsiz olmaz. Ədalətin mənasını mən qabaqcan demişəm, hər yerdə fərqlidir. Ya bu gərək Allah deyək, mən şiənin və farsın Allahıyam. Onun üçün hər kəs şiə deyir və Allah deyir, mən onun düşməniyəm. Belə bir Allah ilə əvvəldən payanı qoyubdur ki, hər kəs, mən deyir, hətta mən bilmirəm, Allah şeytanla Allahın nasıl nə ilgisi var, yenə də bunu da başlayıram. Bu şeytanı hardan gətiriblər, soxublar Allaha. Allah bu qədər bədbəxtdir ki, bir dana yaratdığı mövcud ki, adı şeytandır, onunla baş çıxada bilmir. Yəni, bu qədər yalanlaraq biz necə inanaq? Məsələn, Allah başarmayıbdır şeytanın qabağında, deyibdir ki, tamam. Allah bu qədər yəni zəifdir da, şeytana zoru çatmır. Və icazə verir şeytan bizi toğulasın. Özü də bilir ki, şeytan bizi toğulayacaq, gücü var toğulasın, icazə də verib toğulasın, amma özü də deyir ki, əgər toğulansa sizi şikəncə eləyəcəm, öldürəcəm. Belə bir Allahdan aşağı bir şey yoxdur. Məsələn, mən biləm ki, uşağım, filan kəs mənim uşağımı toğulaya bilər. Ona deyəm ki, tamam, sən get mənim uşağımı toğula. Uşağıma da deyəm ki, səni toğulayacaq, amma səni toğulasa mən səni yandıracaq amma. Qoyma toğulasın, niyə qoyursa toğulasın ki? Bu qədər ahmaq bir dinə mübtəla olmuşuq. Din deyil, baxın, İslam ayrı bir şeydir, Qur'an ayrı bir şeydir. Bu ayrı. Molla, Fars mollası dedikləri ki, dedim, Qur'an, məsələn, 5000 ayətdir. Deyək ki, neçə min sözdür da, hər kəlmə bir söz. Risalələr 10 qat ondan yekədir. Əslən, Qur'ana dəxli yoxdur, Qur'ana dəxli yoxdur. افراد لشکر را عذر dedi ki به هر کاری قادرند. در این حالت افسران و افراد حد اعلای توانایی خود را به کار می‌گیرند. Əgər çətində qalsa, deyir ki, onda tamam sizin bu gücləriniz. İndi diqqət buyurun, əfsəran və məsələn sərbazlar nə demək olar milli hərəkətdə? Milli hərəkətdə bir də insanlar var, qabaqda gedirlər, istər-istəməz. Bir də insanlar vardı ki, bunlar şeydilər. Hər işdə vardılar, Allah köməklər olsun, sərbazdılar əslində. Bunlar bir yerdə bir-birləri ilə işlirlər. Məsələn, futbola gedirsiniz, 2-3 nəfər o şeiri yazıbdır, gətirib onu bir iddiyə örgədiblər, o bir iddə gəliblər orada oxuyirlar, bu 3 dana rəngə görə bu sonunçusunu deyirəm hətta. Bunlar liderdirlər. O qalanlar ki, bunu örgəşəcəklər, təkrar eləyərlər, onlar sərbazdılar. Çünki sərbazlar təkrar elərlər, əfsərlər, fərmandehlər yaradarlar. عرض eləyim ki, deyir, در ناامیدی افراد از هیچ چیزی نمیترسند. O zaman ki, insanın ümidi da heç zada yoxdur, heç zaddan da qorxmaz. Mən özüm bu vəziyyətə düşmüşəm. O zaman ki, danışqan qabağda məni tutdular, vururdular, ölümə vururdular. Da ümidim yox idi ki, mən burada diri çıxam, gedəm zindana. Əsas bu ümidim yox idi. Mən dedim, elə burada öldürürlər.
Məsələn, başladım, cibimdən xudkarımı çıxartdım, qələm idi, ustadım vermişdi. Onunla məsələn bunları vurmağa başladım və yaraladım. Çünki onda siz deyirsiniz, mənim ayrı seçənəyim yoxdur. İndi ki, öldürəm, öldürüm. Məsələn, onda mən nə qədər arzu edirdim, kaş mən yanımdan həmişə bir kiçik bıçaq götürəydim. Bunları orada cırardım. Yəni, rəsmən onları cırardım. Neyəcəklər? Sonunda öldürəcəkdilər da, sonunda öldürəcəkdilər. وقتی راهی برای عقب نشینی نباشد، dünenleri bunun misalını vurduk. Afrad təzəlzül napəzirənd. O zaman ki dala oturmağa ya qaçmağa yol yoxdur, mühasirəyə düşübdür. Bunlar deyir ki, bunların təzəlzül, yəni Türkçəyə istəyirəm sözlərəm, təzəlzül yəni zilzilə, bundan gəlir. Yəni axması yoxdur. Bunlar axmazlar. Yəni bir tərəfdən çölüb qaçmazlar. Bunlar qalarlar. Ya hətta deyək ki, bunlar sabit desək, durarlar, durmaq deyək. Bunlar durarlar. Bunlar əsən aşmazlar o üzümüzə. Qorxu da gedər aradan. Dedim, o zaman qorxu gedər. Dostlar, hətta bunu sizə deyim. O adamlar ki, birdən ittilatın əlindən ya sübhanə əlindən tutulurlar, gedirlər, zinlara əvvəldə qorxarlar. Təcrübələri olmayanları deyirəm. Elə ki, bunlar apardılar, bir iki dəfə bazıcılıq elədilər, ya bunlara bir iki dənə şapalaq vurdular, ya hər nə ki, şikəncə olacaqdı, onu başladılar eləyələr, qorxu tökülər. Adam bildi ki, bax, bunların yap başardığı budur. Qutardı. Və onlara bəzi insanlar teknikləri bilərlər. Məsələn, mən bu tekniki bilsəm, bilirəm ki, o şikəncə mənə çox təsir eləməyəcəkdir. Məsələn, fizyolojidə, yəni bu dərs oxuyanda adama deyirlər ki, bədənə görə bir astanəsi var hər şeyin. Qulağın bir eşitmək gücü var. O eşitməkdən səs ucu olsa eşitmərik. O eşitməkdən aşağı da eşitmərik. Şikəncənin də bir astanəsi var. Bir həddiyəcən ağrı verər, incidər, bir həddədən sonra ağrı gedər, ya da sən bihuş olarsan. İkisindən biri. هنگامی که افراد عمیقاً در سرزمین دشمن نفوذ می‌کنند هر یک به دیگری وابسته می‌شوند. O zaman ki düşmənin toprağına girirsiniz və dərin gedirsiniz dərinliklərə, düşmənin torpağının içinə, dərinliklərına. Deyir, onda nə olur? Sərbazlar bir-birinə bağlanırlar. Çünki mənim kimsəm yoxdur ki. Mənim kimsəm sərbazdır ki, yanımdadır. Yəni, necə ki, qürbətə gedəndə belə olar. Siz qürbətə gedəndə ailə bir-birindən çətin ayrılar. Çünki hər cəhətdən təhddirlər. Yəni, ayrı bir kəsləri yoxdur. Və در جایی که راه حل دیگری وجود نداشته باشد با دشمن به مبارزه تن به تن می‌پردازد. O yerdə ki, ayrı bir çara olmayan, düşmənlə yəni silah da qutardı, ox da qutardı, tüfək də qutardı, fişək də qutardı, da heç zət yoxdur. Deyir, çara qutarandan sonra da heç çara qalmayan nəzərə. Son çara nədir? Budur ki, üzbəyüz savaşacaqlar. Daşla, ağacla, bıçaqla, süngü ilə, süngü sərneyzə. O keçən dəfələrdə yadınızda bir dəfə dedim ki, taparam deyərəm, süngüdür. Süngü sərneyzə. Farsda sərneyzə deyirlər, biz süngü deyirik. به این قبیل افراد نباید توصیه کرد هوشیار و مراقب باشند. Belə bir adamlara demək olmasın ki, ağıllı ol, diqqətli ol. Sonu da nəyə ağıllı olsun? Nəyə ağıllı olsun? Sel məni aparır. Burada bir ağaç gəlir. Ona mən aslan miyim də nəyə aslanım? Düşmən məni hər tərəfdən vurur. Mən bu xudkarımla onu da vurmayayım, neyniyim mən? Çon niyazmənd çinin tövsiyə نیستن. Çünki belə bir vəsiyyət, tövsiyə vəsiyyətdir. Belə bir sifariş. Farsça olur sifariş. Belə bir sözə ehtiyacları yoxdur. Belə bir tapşırığa ehtiyac yoxdur. Türkçəsi olacaq tapşırıq. Tapşırıq, yəni belə bir tövsiyə. Tövsiyə ərəbcə sözdür. Belə bir tapşırığa da ehtiyacları yoxdur. Fərmandeh 143-cü səhifəni oxuyuram. Fərmandeh nəbayət puştibani anha ra be zur be dəst averəd. Fərmandeh milli hərəkətdə bizlər insanların ehtiramın, hürmətin zorla çəkmək olmaz özüzə.
Zorla mən deyə bilmərəm ki, gedirsiniz filan lümpənin bərnaməsinə ucu baxın, 40 min nəfər adam baxır. 2 saniyədə baxdım görüm nə qədər baxır, gördüm 40 min nəfər adam baxır. İnsafəli Hidayət strateji oxur, 2 nəfər, 5 nəfər, 7 nəfərdən çoxa çıxmır. Zorla deyil. İnsanlar belədirlər. İnsanların ağlı, kəsəri belədir. İnsanlar sadə şeyi, demağı, gülmağı, lağa qoymağı sevərlər. Xüsusən Təbrizin yarısı dəlidir, yarısı dəlibaz. Yəni iki tərəfdə dəlidir. Çünki dəli ki dəlidir, dəlibaz ondan da dəlidir ki, dəliyə baş qoşubdur. Yəni mən demişəm, Təbrizdə bir şey çıxmaz. Təbrizdə umud bağlamayın. Hətta Təbriz bizə çox zərər vurur. Yəni əgər deyir ki, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Axı məsələn mən dəliyəm, Azərbaycanın rəis cümhuru olam. Deyəm ki, Təbrizi məsələn gəlsin paytaxt olsun. Niyə? Təbrizin nəyi var? Bax mən Bakı ilə yox. Dostlar ki, Naxçıvana gediblər. Xahiş edirəm. Naxçıvanın bir yekə torpaqdır Naxçıvan. Amma Naxçıvanın bir dənə də şəhəri var, Naxçıvandır. O Naxçıvan şəhəri ilə Təbrizi müqayisə edirik. Oranı bilmirəm 50 mindir, 30 mindir, 100 mindir cəmiyyəti. Bilmirəm nə qədərdir Naxçıvanı. Hətta Google eləyib tapmaq olar. Amma oranı bir Təbrizlə müqayisə edirik da. Görək ki, məsələn Təbriz ilə Naxçıvanı müqayisə eləsək, Naxçıvan şəhərdir, Təbriz şəhərdir. Məncə, mən bir dəfə getmişəm Naxçıvana. Onda İrandan qaçanda getdim. Babər buyurun. Naxçıvanın dalı qalmış xiyabanı bizim Ustandari qabağı kimidir. Ustandarinin qabağını ki, görsünüz oradır. Yəni, ən böyük xiyaban deyirəm ki, Şəhəda meydanı deyirlər də, bunu Ustandarinin qabağı, Banki Milli, nə bilim, bunların qabağıdır. Yəni, saxtımanlar ki, qabili müqayisə deyil, şəhərlilik və insanlıq ki, qabili müqayisə deyil. Kasıblıqdan danışmıram, dövlətlikdən danışmıram ha. Savaş dövründə, əlbəttə indi İranda məsələn, kasıblıq hər yerdən çoxdur. Yəni, Azərbaycan Cumhuriyyətinin mümkündür çox kasıb adam ola. Amma kasıb adamlar o qədər kasıb deyirlər ki, bir-birlərinin canına qəsd eləyərlər. Uşağın qulağın cıra oradan bir sırğa götürəcəm, məsələn 1000 tümənə, 5000 tümənə, 100 min tümənə satacağım. Bu qədər kasıb bir millət deyil Azərbaycan. Mümkündür kasıbdır, amma bu qədər yox. Bu ki, Azərbaycanda siz eşitməzsiniz, məsələn, mənim keçən 40 ildə eşitmişəm ki, taza bir bomb qoyublar, ya bir yer partladı, bir klab partladı, gecə klablarından biri partladı, bir nəfər yaralandı ya öldü. Ya neçə nəfər yaralandı, bir nəfər də öldü ki, əlbəttə gördüm xanım diridir, ölməyibdir. Amma siz İranda gündə görərsiniz. Gündə. Yəni, bir gün yoxdur ki, bu məmləkətdə edam olmuyor. İran adında məmləkətdə edam olmuyor. Dövlət edam edir. Adamlar da bir-birini elə öldürürlər. Yəni, bu fəqr budur. Bir məmləkətdə ki, çox öldürmək var, çox oğurlamaq var, çox bir-birinin bölçün götürmək, farslar koləhbərdar edirlər. Bölçün götürmək vardır, bir-birinin malın əlindən almaq, çıxartmaq vardır. Bu məmləkət fəqir məmləkətdir. İnsanlar fəqirdirlər. Bir məmləkət ki, insanlar yoxsuldur. Yoxsulluqla fəqirliğin mənası mən burada fərqi qoyuram arasına. Bir məmləkət ki, orada yoxsuldur, Naxçıvan yoxsuldur. Amma insanlar bu ki, mən yoxsulam, o birisi yoxsulun pulun əlindən çıxadım, mən bir gecədən milyonlar dolar çeşbilamə həll deyirlər Farsda. Ələ gətirim, amma onun evi yıxılsın, belə bir şey. Bu yoxsulluqdandır. Bu yoxsulluq həm mal yoxsulluğudur, həm əxlaq yoxsulluğudur, həm din yoxsulluğudur, həm də insaniyyət yoxsulluğudur, ağıl yoxsulluğudur. Mən istəyirəm sərvətli olan, gəlirəm o birisi insanları uğururam. Azərbaycanda bunu görmürük. Kanadada bunu görmürük. Kanadada da İrandan çox fəqir ola bilər. Kanadada da bəzi adamlar bir dəlillərə görə işləmirlər ya işləyəmirlər. Təsadüf eləyibdir, mən istəyibdir, işləyə bilmir. Dövlət ayda buna bir şey verir ki, yesin, ya bir yerdə qalsın. Bunlar fəqirdirlər. Yoxsuldurlar, üzrsən. Amma bunlar, bu ki, məsələn, mən Babər buyurun, məsələn, mən məğaziyə getmişdim o günləri, gördüm ki, orada bir qutu qoyublar. Hər məğazələrin, çoxlu məğazələrdə, böyük məğazələrdə qutu qoyublar. Böyle qardondan bir qutudur, qoyublar qapının, çıxacaq qapının ağzına.
Bəzi insanlar ürəkləri çox yekədir. Çox ürəkli adamdılar. Bizim məntəqə, mən yaşadığım məntəqədən danışıram. Mən yaşadığım məntəqənin insanların gəliri çox deyil. Mən burada yaşadığım üçün bilirəm ki, məndən biraz o yüz olar. Amma görürsən ki, o məğazədə hey görürdüm ki, bunlar alır, cinsi gəlibdir. Özünə aldığı qədər biraz çox alıbdır, gətirir, orada qoyur, qutuya çıxır, gedir. Sonra gördüm, bunun üçün yazır Food Bank, yemək bankı. Burada insanlar bir şeyler alırlar, qoyurlar bu qutuya. Axşamdan axşama, ya həftədə 2 gün, ya həftədə 1 gün, bir dana cəmiyyət var, düzəlibdir. Bu, insanlar ki, işləri yoxdur, acdılar, pulları, əslində işçilər yetirmir. Onlardan gedirlər, onu orada məğazadan gətirirlər, burada qoyurlar, bəstəlirlər, bağlılar, türkçəsi buxca. Buxcalırlar, ya paçatdırlar bunları, sonra bunları qapılara ya aparırlar, verirlər, ya da onlara deyirlər, gəlin aparır. Ya adam məsələn bəllidir, deyir ki, mənim cümədən cümləyə sən gələcəksən, buradan götürəcəksən, o birisi də məsələn şənbə götürəcək, o birisi geç şənbə götürəcək, gəlir oradan o, heç adını da soruşmurlar, elə gəlir, görən kimi deyir ki, buyur, onu götür get. Adam götürür, gedir, iş yoxdur. Bu qədər, o günləri deyirəm, bunu istəyirəm, getmişdim, gördüm ki, bərqi qablamalar var, ilişkilik qablama vardı, məsələn, $130. Gördüm, adam $130 qablamanı alıb qoyub oraya getibdi. Niyə deyir ki, bəlkə bir dənə ailə vardı ki, qablaması yoxdur qəzab işlə. Düyü qoyublar ora, makaronu qoyublar, filan qoyublar, bəhman qoyublar, ət qoyublar filan. Amma bunu bişirməyə bəlkə qablaması yoxdur. Mən bir dənə bura qoyum, bu qablaması onun yenə bir qablama verərlər. Bilirsiniz, insanlıq burada fərq edir. Sən buradasan, deyərsən ki, İranda insanlıq və var ya yox. Cinayətə baxarsan, görərsən cinayət mizanı nə qədərdir. Çünki cinayətin kökü nədir? Amerikada cinayət var. Nə cür? Adam durur, dəli olur, tüfənci götür, hamının da tüfənci var. Məsələn, elə adam mən tanırım, mənim bir dostum var, deyirdi, mənim 11 tüfəncim var. Görüm haralıdır. Batı Azərbaycandan, Urmiyanın ətrafından bir kiçik şəhərdəndir. Bu deyirdi, mənim 11 dənə tüfəncim var. Amerikada olur. 11 dənə adamın tüfənci var. Yəni elə bir şey, nə mənə alırsan, məsələn, evi var, düyü alırsan, tay yığırsan, adam 11 dənə tüfənci nəyə alıbsan, axı neyniyəcəksən, məsələn, bir gün dərdivə deyəcək, neyniyəcəksən. Bir gün hamı dəli olsa, başına bir şey gəlsə, qız dostu məsələn bir iş gördü, arvadı bir iş gördü, ya bir qonşu bir iş gördü, ya filan yerdə buna bir söz dedilər ki, dözə bilmədi, dəli oldu, qızdı. Duracaq tüfəng götürüb, bura adamları öldürür. Amma bu o deyil ki, məsələn, adam bıçağı götürüb düşüb canına, qəməni götürübdü, telefonun əlindən almaqdan ötürüb bunu qəməlir. Çoxlu insanlar bizdən fəqirdilər. Çoxlu məmləkətlər İranda yaşayan millətlərdən fəqirdilər. Yoxsundular. Amma İrandakı fəqirlik yoxsunluq deyil, fəqirlikdir. Yəni insanların ağlı, duyğuları, düşüncələri, baxışları, dünya görüşləri fəqirdir, dinləri fəqirdir. Yəni hamının başına böh qoyub əlindən ala bilir. Dünyada belə bir şey yoxdur. Mən Kanadada indiyəcən eşitməmişəm. Özüm 2-3 dənə macəriyə rast gəlmişəm ki, çox çətin. Məsələn, işləmişəm şirkətə, pulumu vermirdi. 2 il, yarım 3 ildə əlan şikayət eləmişəm, dadqa, pulumu alanmamışam. Bir dənə şirkətdə işləmişəm, yük daşımışam. Amma oğurluq eləmirdi, ya vermirəm da, vermirəm, qutardı getdi. Dadqa da zor eləyə bilmir, hələ feylən ki, zor eləyib onu ala bilməyiblər. Niyə gəldik burada bu cürsü bir yerdə gir elədik, onu mən bilmədim. فرماندهان نباید پشتیبانی آنها را به زور به دست آورند. وابستگی افراد به وی پیشاپیش حاصل است و بیخواهش و تمنا اعتمادشان جلب شده است. Bir dana fərmandeh gərək millətin etimadın, etimad yəni güvən, millətin güvəncəsini qazana. Etimad ərəbcə sözdür. Millətin güvəncəsini qazana. Millət buna etimad edir. Bu adam düz danışacaq. Bu adam özünü satmayacaq. Bu adam məni satmayacaq. Bu adam məndən ötürü. Məsələn, Zelenskinin niyə dalısında durdular Ukraynalılar?
Niyə o birislərin dalısında durmurlar dünyanın işi? Çünki Zelenski əvvəlki iş üzə çıxdı, dedi ki, mənim əhsimi idarələrdə vurmayacaqsınız. Uşaqlarınızın əhsini vurun ki, əgər bir qərar verirsiniz ki, filan iş filan cür olsun, baxın görün o uşağınızın zindicanlığı gələn il millə nədir olacaq? Millət də baxılır ki, bu adam da deyə bilər deyə, mənim əhsimi qoyun, həm gələn şey olsun. Bir dənə də dostlar, geçən günlərdə bir ittifaq düşüb, buna görə də bir qıssa yazdım, amma nəzərimi burada da canlı olaraq deyim. Biz illərdir, hətta o zaman ki, mən İranda Ruznami Səlamda yazı yazırdım. Orada mənim məqaləm var. Zenniki, sandviçi, filan, bəhman, çoxlu. Fahişəliğə görə. Orada biz bilirdik ki, camiədə baş tiplər fəsadı çoxaldırlar. Və üstdən başlanır. Yəni, dövlət tərəfindən gəlir, üzdən aşağıya gəldikcə. Rəhbərin tərəfindən gəlir, deyək beləsi, başlanır. Üstə görəndə ki, rəhbər bu xilaf edir, aşağıdakı daha rahat edir. Ondan aşağıdakı görəndə ki, üstə məsələn vəzirlər bu işi görürlər, daha rahat, nümayəndələr bu işi daha rahat görürlər. Nümayəndələrin əlinin altındakılar, ustandarlar, fərmandarlar baxanda görəndə ki, dövlət və məclis bu işi görür, onlar rahat görür. Onlar görəndə dadığahlar baxırlar, görür ki, bunlar heç zat olmadı. Elə hamı beləsi yavaş-yavaş da gedir qabağa. Belə bir şey var. Buna deyirlər ki, Tsunami belə olur. Üzdən geçərlər. Aşağı gələndə camiyə alır gedir. Onda biz bilirdik ki, idarələrdə hər kəsin əli çox yuxarıdır. O idarəyə gələn adamlar ya orada işləyən xanımlara təcavüz edirlər. Oradan ki mümkündür, hamiyə yox. Amma oradan ki birinə eləyə bilər, dişləri batar, dişlərini batırırlar. Biz bilirdik ki, sinemada da bu çoxdur. Çoxdur. Bunu da bilirdik. Çünki sinemada da bilirsiniz, hər halda seçirlər insanlar, həm gözəl adamlar gedir filan bəhman, həm də pula ehtiyacı var, həm də ki orada pul çoxdur. Bunu da bilirdik. Amma geçən neçə gün bundan qabaqacan xanımlar çox ciddi bu məsələnin üstünü aşmırdılar. Bundan belə ki biz hətta Günas TV-də də bunu danışıq. Hətta Günas TV-də Əhməd bəy Obalı cənabları mənə dedi ki, get üzr istə. Bu sözü sən dedin ki, idarələrdə xanımlara təcavüz edirlər, get üzr istə bərnamədə. Mən hala istəməmişəm üzr. Çünki mən bilirəm, idarələrdə xanımlara təcavüz edilir. Hətta ruznamələrin çoxunda işləyən xanımlara, ya işdən gələn xanımlara təcavüz edilir. Bunu da bilirəm. İranda belə bir, mütəəssifanə belə bir əşalıq yaşamaq var. Lenin rəhmətlik, Allah rəhmət eləsin Leninə. Lenin son peyğəmbərdir. Peyğəmbər əgər hesablasaq, ən son peyğəmbər Lenindir. Lenin deyibdir ki, azadlıq yaxşıdır. Amma azadlıq bu mənada deyil ki, qənovun qırağında oturasız, qənovdan axan ləcənli sudan içəsiz. İçsəz özünüz bilərsiniz, için, azadsınız. Amma bu azadlıq deyil. Bu misalı mən danışqahda birinci il dərs oxuyanda bu misalı vurdum. Lenin deyir ki, bir də insanlar fahişədirlər. Mən mütəqidəm. Bir dənə roman yazırdım, mütəəssifanə kompüterimə virus saldırır, romanı aradan getdi. 200 neçə səhifə idi. Fahişəqan-ı Bakirə adında bir roman yazırdı. Bakirə xanımlar. Bakirə fahişələr. Mən mütəqidəm, İranda %99 fahişə tanınan xanımlar məsum-ı mütləqdir. Şərait-i ictimai bunları bu vəziyyətə salıbdır. Yəni, onların özünün günahı yoxdur. İctima və toplum bunları buna gətiribdir. Mütəəssifanə sinemada bu iş çoxdur. Və, bunu da deyəcəkdim. Mənim nəzərimdən xanımlar fahişə deyirlər. Fahişə sözü kişilərin də. Mən onun üçün dünənki məqaləmdə yazdım ki, fahişə kişilər. Türkiyədə rəsmən qəhbə sözünü işlədirlər tohin anlamında və vaqəən kişilər qəhbədirlər Türkiyədə, İranda. Sinemada xüsusən sinemada və idarələrdə müdürlər, müavinlər, bunlar qəhbədirlər. Qəhbə bu mənaya deyir ki, məf'ul olurlar. Yox. Bu mənaya ki, qəhbəlik edirlər. Yəni, qəhbə demək, heç bir şeyə etiqad yoxdur. Nə Allah, nə din, nə imam, nə peyğəmbər, nə qanun, heç zat yoxdur. Bunların zeyində heç zat yoxdur.
Onun üçün bu xanımlar ki, indi yazıblar, bunlardan himayət eləməliyik. Biz Azərbaycanlı olaraq, milli hərəkət olaraq bu xanımlardan himayət eləməliyik. Çünki nə qədər bu işin üstü açılırsa, nə qədər bu qəhbə kişilər rüsva olursa, mühakimə olursa, abırları gedirsə, belə bizim camiəmizdə əmniyyət gedəcək yuxarıya. Belə bizim camiəmizdə etimad, özgüvən gedəcək yuxarıya. Belə bizim camiəmizdə qızlarımıza, arvadlarımıza, nənələrimizə, bacımıza etimad eləyə biləcəyik. Əfsəran mən sərvət izafi nədarən. Bu fərmandeh deyib ki, mənim əfsərlərimin izafə pulu yoxdur. Amma İranda siz baxın, bir dana yuxarı dərəcəli bir adam tapın ki, əfsərlərdən. Məsələn, vila, karxana, filan bəhman olmasın. Məsələn, o qarın yekə nə mənədir o ərteşin sisadı kulli fərmandehliyə quvahı nə mənə İran. Onun məsələn vilasının əksini ləbasında qoymuşdular da. Neçə min milyard tüməndir. Ola metri 1 milyard tümənə vila alıblar. Metri 1 milyard tümənə. Mən eşitdim bir dana apartman düzəldi Tehranda metri 3 milyard. Yəni 1 metrisini alan 3 milyard. 100 metr alsan 300 milyard cirək pul verəsən. Və calib də o saxtmanı mən bir dəfə də demişəm. O saxtmanın hər təbəqəsinin, yəni hər evin metrajı 700 metrdən başlayır. Yəni 700 metr gəlsən 2000 milyard 2100 milyard tümən gərək verəsən, daha məsələn bir 1000 metr alasın. 21 min milyard şayət də büdüsü. 21 milyard, 2000 milyard. Gərək verəsən belə bir şey alasın. Yəni, fərmandeh İranda beləsi dövlətlidirlər. Və bu xətərlidir. Sabahları millət içəridə niyə narazıdır ki, o nəcür oldu? Hərasətdə işləyir, filan yerdə işləyir, bir dana idarədə işləyir, bir dana bahdə işləyir, onun dana evi var, qarxanası var, filanı var, bəhmanı var. Niyə mənim yoxdur? Mən ondan az işləyirəm. Burada ədalətsizliği görür və deyir ki, bir fürsət düşsün, mən onu öldürəcəm alam. Amma inəm به خاطر آن نیست که مال و منال دنیا را حقیر می‌شمارند. Bunlar dünyanın mal mənalın, var yoxun, pulun, sərvətin təhqir eləmirlər, əskiklətmirlər, pis bilmirlər. Bəlkə burada pis mənasında, pis bilmirlər. Əfsəranu mən در انتظار رسیدن به piri نیستند. Bunlar gözləmirlər qocalanlar. Deyirlər ki, biz cavanlıqda gərək məmləkətimizin istiqlalını, azadlığını görək. Amma inəm به خاطر tənəffürşən az ömrü draz نیست. Amma buna görə deyil ki, bunlar deyirlər biz uzun ömrüdən acığımız gəlir. Çox qısa qalsın və ölək şeydək. Van Kisi adında bir dana da əfsər deyibdir ki, وقتی افسران و افراد فقط در اندیشه مال دنیا باشند زندگی را بیش از هر چیزی دیگر دوست دارند. Əgər adamlar faqat dünya malına fikirləşsələr, onda yaşamı hər şeydən çox istəyirlər. Yaşamı çox istəsələr savaşmazlar. Güney Azərbaycan keçən yüzildə yaşama girişirdi. Dədələrimiz yaşansaydılar imperatorluq quranmazdılar. Səfəvi dövrəsindən ya hətta ondan qabaqdan. Dünyanı alanmazdılar. Amma o gündən ki bizə deyiblər ki, sən mühəndis ol günən, sən döktür ol günən, sən filan şey ol günən, sənət desinlər xiyabanda. Niyə hamımız sevir, istir ki onu desinlər, ağay mühəndis, ağay doktor, xanım doktor, özü xanım deyil ha, ya o şey deyil, döktür deyil. Amma deyir ki, ağay doktor, xanım doktor, az qalıb düşən ki, xanım pesər, doktor, xanım doktor. Niyə? Çünki insanları beləliklə bağlayıblar, brainwash ediblər, bağlayıblar ki, sən yaşa, nə işin var vətənlə? Sənə vətənin nə rəbti var? Sənə millətin nə rəbti var? Onun üçün görürsünüz, hər kəsin pulu var, vətənə fikirləşmir. Güney Azərbaycandan danışılır. روزی که لشکر فرمان حرکت را دریافت می‌کند، اشک کسانی که نشسته‌اند بر بالای çəkməyişan می‌ریزد. Onlar ki oturublar ki, deyir ki, əmri gəldi ki, gedin savaşa. Burada türklərdən danışır əslində. Gedin savaşa, bizim Güney Azərbaycan yox ha. Güney Azərbaycanlılar ötür. Bunlardan mən hələ feylən inanmıram. 3 nəsl dünən İsrail gündə demişəm. 3 nəslə mənim ümidim yoxdur. 3 nəsli kim dilidir, Azərbaycana tormuzdur. O 3 nəsli qutarandan sonra hududan 30 il çəkər, 30-35 il çəkər. Ondan sonra Azərbaycan müstəqil ola bilər. Əlbəttə ondan sonra dünyada bir ittifaq düşsə ki, dünya nəzərini dəyişdirə, bizə də onda ixtisar şey almaq.
Bu 35 ildir. Amma o 3 nəsil qurtarmayınca Azərbaycan istiqlal yüzü görməz. İlla ki, dünya dəyişdi. O gün ki, bir fərman hərəkət gəldi ki, durun, gedirik savaşa, o oturan əfsərlər ağlarlar sevincilərindən. Başmaqları istanar. Çəkmələri, elə biz də tüyüsü çəkmə deyirik. Çəkmə də fikir edirəm ki, çəkmə ilə çəkmaqdandır da. Çəkmə farsı deyil, türkcədir. Çəkmə, çəkmaqdandır. Ayağa çəkirsən da bu başmağı. Bu çəkdiğin üçün adı da çəkmədir. Məsələn, birinin adı Qondaradır, birinin adı Dihdabandır, birinin adı nə bilim nədir. Bunlar o başmağa görə türklər ad qoyublar. Amma elə farsda bir dənə, məsələn, nə bilim, Paşni Bolənd var, bir dənə da, nə bilim, Layangoşli də zaddan, yəni hamısına kəfşi deyilir. Bizimki o cür deyil, bizim hər şeydə var idi, mütəəssifanə getdikdən farslaşmışıq. Quney kəsani ki, draz keşidən, qərqəşi və onlar ki, uzanıblar bu fərman işlər, səvinliklarından üzləri yaşla dolur. Üzləri yaşalır. Ağlamaqdan. Toma adında biri deyibdi ki, həmi Adəmizadəgan ba mərc peyman bəstən. Deyir, hər adam ölümlə bir peyman bağlayıb ki, bir gün gələcəksən mənim sorağıma, xoş gəldi. Yəni, deyir ki, gələcək də ölüm. Piş əz ruzi cəng səla dərmidəhənd və savaş başlamadan qabaq səla dərmidəhənd bağırırlar. Ey ölüm, gəl, mən gedirəm savaşa, əgər gücün çatır, gəl məni öldür. کسی که امروز وارد کارزار می شود وارد این بازی منحصر به فرد است. Deyir, əgər bir nəfər bugün savaşa girir, o bilir ki, mən ölümünə oynuram, kart oynuram, qumar oynuram ölümünə. İndi hangi üçün mən öldürəcəyəm, diri qalacağam, ya o öldürəcək, mən diri qalacağam. Ölümünə kart oynur. بدن کسانی که زندگی خود را در این بازی نمیگذارند کود مزاره است. O adamların gözəldir bu da. Deyir, o adamlar için millət yolunda, dövlətçilik yolunda, vətən yolunda savaşmırlar. Deyir, onların bədənləri kud təlisidir. Kud çuvalıdır. Kud da bilirsiniz da, mal heyvanın, əlbəttə adamın içində də aparırlar, tökürlər zəmiyəzədə. Yəni, qarnımızdakı şey ki, tuvaleti gedirik, ona kud deyirlər farsca. Türkcəsini deyirsən, biraz bəzilər deyirlər, cobud danışdır. Amma əslində P-O-X motalısan. Biz Türkçə motal deyirik. Deyir, filan kəs dediyim sözün P-O-X-nın motalıdır. Türkçəsi də budur. Heç nə təlis deyirlər, nə çuval deyirlər. Deyirlər, motal. Həmin əfrada در vəziyyəti bi bərgəşt بگذارید. Deyir, bu adamları bir vəziyyətə qoyun ki, oradan dönmək imkanı yoxdur. Yəni, ölüm var. Şücaət cavid şuan və تصاعد da ki, nişan xahidir. Deyir, bunlar bir əcibə şücaət göstərəcəklər. Bunu dünənləri dedim ki, gəmi ilə getdilər, müsəlman türklər İspaniyada düşdülər, gəmiləri yandırdılar, dalı dəryada öləcəksiniz, okyanusdur, qabaq da şeydə öləcəksiniz. Düşmən. Çarə öldürməkdir. Bari, لشکریان سردارانی که در هنر جنگ خبره اند به سان مار کوه شان که در آن واحد تمامی حلقه های بدنش عکس العمل نشان میدهد مورد استفاده قرار میگیرند. Bir dənə dağ var, hər yerdə əlbəttə ilan var, biz də öz dağlarımızın. Məsələn, Muğanda traktor çıxmamışdan çox ilan var idi və çox pis vurardılar. Buynuzlu ilan da var idi, ağzından su atan ilan da var idi, zəhər atan ilan da var idi. Və traktor çıxandan sonra niyə azaldı? Çünki traktoru bu xışları yerin içinə girəndə doğradıblar. O zaman öldü. Yəni ilanların çoxu beləsi öldülər. Amma bizim deyək ki, Muğan ilanlıq yerdir. Çünki çox da isti olur. İlanlar da mələllər yayda. Başını çıxadar oradan. Mələr. İndi deyir ki, o dağın ilanlarına bənzir ki, onu hərəkət eləyəndə, yol gedəndə ilan, onun bədəninin hamısı, çünki onun ayağı yoxdur ki, onun bədəninin hər bir şeyi, həlqəsi hərəkət edir. İlana diqqət eləsəz, ilan bədənin hər yeri ilə yol gedər, bir yeri ilə yol gedə bilməz. Biz iki ayağımızla yol gedək, hər yeri ilə bədənimizin yol getmərik. Heyvanlar 4 ayağı ilə yol gedərlər. Amma ilan
bədəninin başdan başı ilə yol gedər. Onu deyir ki, başdan başı bir orduya bənzədir. Bunun hamısı gərək o ilan istədiği kimi gedə, yoxsa aradan gedər ilan. Hengami که بر سر این مار میکوبند با دم حمله میکند. O zaman ki başına vurarlar, kuyruğu ile vurar. Kuyruğuna da vuranda başı ile vurar. وقتی که دمش را میکوبند با سرش حمله میکند. O zaman da dedim. و وقتی به کمرش میکوبند با سر و دمش حمله میکند. O zaman da ki beline vurursuz her iki tərəfi ilə həmlə elər. Əgər az mən bepursid, bu adam deyir ki, əgər məndən soruşasınız, nə soruşasınız? آیا میتوان افراد لشکر را آماده چنین هماهنگی نمود؟ آیا eləmək olar ki, əcəba, aya türkcədə əcəb səlməsi ilə soruşulur. Əcəba eləmək olar, ləşkəri bir cür yaxşı ilan kimi olar. Yəni, necə ilanın hər bəndi o birisinə yapışıqdır və hamısı ilə bir istədiği kimi hərəkət edir. Əcəba biz də ləşkəri, ordunu, sərbazları, əskərləri bir-birinə elə bağlayaq ki, bunlar da eyni bir ilanın bədəni kimi, bir vahid kimi, bir ilan kimi olalar. Yəni, hərəsi bir özünə bir adam olmayan, hamısı bir vücud olar. Yəni, kolli ordu, kolli Azərbaycan, Güney Azərbaycan milləti, Türk milləti, Qəşqai milləti, Bəluç milləti, Ərəb milləti, Türkçəmən milləti, bunlar hamısı bir vücud olalar. Bir. Burada deməyək ki, Həsən, Hüseyin, İnsaf, Qasım, Kazım. Burada Türk milləti, Güney Azərbaycan milləti, Qəşqai milləti, Türkçəmən milləti. Bundan danışılır. Pasıq verərəm, pasıq midəhəm, yəni cavab verirəm. امکان دارد، imkanı var. Ne tür? Zira hərçənd ki mərdan cengi vu və yüe az yekdigər mütənəffirən. Bundan belə ki, bu iki dana savaşçının adamları bir-biri ilə acıqları gəlir. Mütənəffir olmaq, acığı gəlmək türkçə. Ərəbcə sözdür. Bunun türkçəsi acığı gəlir. ولی اگر در یک کشتی طوفان‌زده گرفتار شوند همانند دست راست و دست چپ با همدیگر همکاری می‌کنند. Amma bu iki dana fərmandehin adamları əgər bir gəmidə olarlar, gəmi tufanın içinə düşər, qasırğıya düşər, istiyə aşağı. Bunlar ikisi də ki bir-birlərinin acıqları gəlirdi. Bunlar biri sağ əl kimi, biri sol əl kimi bir-birlərinə işləyəcəklər, oradan diri çıxarlar. بنابراین اعتماد ورزیدن به اسبهای بسته و چرخ عرابه های فرو کرده در خاک کفایت نمی‌کند. Amma deyək ki, bir dana daşqa gedirdi o atı ilə. Atla daşqa gedirdi. At da daşqada palçıqda gir eləyiblər. Palçığa batıblar. Gir eləmək farsıdır. Görürsünüz, mən də yenə farsı danışdım. Palçığa batıblar. Zığa batıblar. Türkçəsi zığdır. Zığa batıblar. Palçıq da türkçədir, əlbəttə. Palçığını da əl ilə, ayağından qatarlar. Onlar palçıq. Amma zığ o yerdir ki, ora ya yağış yağıbdır, ya elə su yerdə vardı, ora zığlıqdır. Yəni, zığ olub ora. Deyir ki, o fikir eləməyin ki, güvənməyin ki, o at da var, 4 ayağı var, o daşqanın da 4 çərxi var. Təyər, 4 təyəri var. Çərxdə farsçadır, türkçəsi təyərdir. Deyir ki, fikir eləməyin ki, onun 4 təyəri var, 4 ayağı var atın. Ona da, çünki onlar geliblər palçığa, onlar geliblər zığa düşüblər. Bu da zığ gələ işlərdir. Binabərin, etimad vərzilən bir əsbahay bəsti və çərx ərrabə ha, at ki bağlanıbdır ona və çərx və daşqa zığda qalıbdır, deyir ona etimad eləməyin və güvənməyin. موضوع فرماندهی نظامی بیباکی را در یک سطح متحد شو و هماهنگ نگه داشتن است. Deyir ki, ordunun əsli mövzusu nədir? Əsli mövzusu budur ki, yüzlər adamı, minlər adamı, yüzlər min adamı müttəhid şəkil eləyəsən, belə hamısı bir şəkildə saxlayasan. Yəni, hamısı bir cür paltar giyir, hamısı bir cür bir şey giyir, hamısı bir cür oturur, bir cür durur. Buna deyir müttəhid şəkil. با استفاده درست از زمین قوای ضربتی و نیروهای چالاک و تکاور به بهترین وجه مورد استفاده قرار میگیرند. Deyir ki, torpağın vəziyyətinə baxaraq, yerin vəziyyətinə baxaq ki, dağlıqdır, dərəliqdir, daşlıqdır, qumluqdur, zığlıqdır, suluqdur, sudur, çaydır, filandır. Bunlara baxaraq deyir, baxacaqsan, ondan sonra bunların zirəh, çalaş dedik zirəng. Zirəh adamlardan istifadə edəcəksən düşmənə zərbə vurmaq üçün. Getdik 145-ci səfiyyə. Şang Yu adlı bir استراتژیست deyibdir ki, اگر از امتیاز زمین برخوردار باشیم حتی با افراد ضعیف و نااستوار نیز میتوان پیروز شد.
Deyir, əgər yerin yaxçı yeri ki, stratejik yer deyirik buna, stratejik yeri əlinizdə olsa, hətta adamları zəif də olsa, eləyə bilərsiniz düşmənə piruz olasınız. Az da olsa piruz olarsınız. Məsələn, biz Güney Azərbaycanda şəhərlər bizim əlimizdədir. Polis də, ittilaat da, biz dağda sağda savaşmırıq şu polislə, yapısı, papazlar. Şəhər bizim əlimizdədir. Şəhər bizim əlimizdə olduğu üçün strateji yer bizimdir. Bu pastarlar falanlar hara gələcəklər? Hangi çiçəyə girə bilərlər? Hangi xiyabana girə bilərlər? Nə edə bilərlər? Bu şərtdən ki, biz savaşa hazır olaq. Biz ölümə və öldürməyə hazır olaq. اگر امتیاز زمین برخوردار باشیم حتی با افراد ضعیف و نااستوار هم میتوان پیروز شد. در اینجا افراد جنگ آزموده و کارکشته و نیرومند به طریق اولا غالب میشوند. Deyir, əgər belə bir yerdə adamlarımız çox təcrübəli olalar şəhər savaşında, deyir ki, təbiətən bu cür bir adamlarımız olsa təcrübəli olalar, qorxmayalar, bunlar daha rahat zəfər qazanırlar. علت استفاده مؤثر از افراد در هر دو مورد این است که هر یک از این دو گروه با توجه به شرایط زمین استقرار یافتند. Deyir, niyə biz həm o mütəvəssit adamlardan, həm də qorxmaz, zirək adamlardan istifadə edirik savaşda ayrı-ayrı? Deyir, buna görə ki, lazım olanda yerin üzünə qədər bunların hansından istifadə edirik, ondan istifadə edirik. Təbii ki, biz şəhərdə indi feylən bizim müşkülümüz şəhərdədir. Pastorlar və polis də şəhərdə olduğu üçün bizim mütəvəssit adamımız yoxdur. Hamısı şəhər öz əlimizdə olduğu üçün bizim şeyimizdir. فرمانده موظف است که آرام، نفوذناپذیر، بی‌طرف و مسلط به خود باشد. Fərmanda hər kəs ki, özün üçün milli hərəkətdə bir karə bilir ki, 4 nəfər bunun sözünə baxır, bu adam nə cür olmalıdır? Müvəzzəfdir, yəni bunun vəzifəsi budur. Vəzifəsi ayrı bir şey deyil, nədir? Vəzifəsi budur ki, aram olan, yəni İngiliscədə cool, əsəbi olmayan. Əsəbi olmayan, rahat olan. Nüfuznapəzir, ona düşmən nüfuz eləyə bilməyən, pulla ala bilməyən, rişvə ilə ala bilməyən, arvadla, qızla, pərəstu ilə ala bilməyən, nüfuz eləyə bilməyən bunun içinə. Ha belə bəzi adamlar dost olaraq gəlib bunlara fikir verib, bunların fikirlərini çevirə bilməyərlər. Çünki bu adam bir vətən bilir. Vətən, millət, dövlətçilik. Bunları bilirsən, qalanı mühüm deyil. Hər nə ki bu yolda sənə köməklik elər, onu qəbul edəcəksən. Hər nə ki bu yolda sənə zərər elər, millət və dövlətçilik və vətən və zərər elər, onu rədd edəcəksən. Bir tərəf, tərəfsiz olmalıdır. Nədir? Bu, məsələn biz Azərbaycanlı, Azərbaycancı, Türk, Türkçü. Bunlar fərqlidirlər. Bir dənə erməni Azərbaycanlıdır. Bir dənə Azəri deyilən adam Azərbaycanlıdır, amma Türkçü deyil. Ola bilər Azərbaycancı olsun, amma Türkçü deyil. Bir dənə Türkiyəli hətta eləyə bilər Türk ola, Azərbaycancı ola və Azərbaycanlı da ola. Gələr Azərbaycanda ya evlənər, ya yaşar, onlar Azərbaycanda. Müsəllət bir xod başa gəlir, özünə gəlir müsəllət olur, kontrol eləyə bilər özün. Mən indi qızmayacağam, əsəbani olmayacağam, qızmayacağam. Məni toğlaya bilməyəcəklər. Tez təsmin tutmayacağam. Bir nəfər gəldi, filan sözü dedi. Mən elə bunun sözü ilə o adamı aradan çıxartmayayım. Yox, onun yerdən də soruşum. Məsələn, dostlardan biri yazmışdı ki, Günaz TV-də filan kəsi gətirməyin televizyona. Mən burada 4-5 yerdən soruşdum ki, bu adama belə deyirlər. Nəzəriniz nədir deyirlər, televizyon gətirməyin. Deyirlər, ondan yaxşı adam yoxdur. Bir nəfər belə demişdi ki, onu gətirməyin, o belədir, filandır. 4 nəfərdən soruşdum. Dedilər ki, o əslən milli adamdır. Ərəblərdən idi əlbəttə. O, bizim ondan milli ailə yoxumuzdur. Əgər aram başad, əgər fərmanda rahat olsa, Türkçəsi rahat işlənir. Rahat ərəbcə sözdür, amma bizdə də işlənir. İngiliscəsi cooldur. در مقابل موانع و مشکلات حساسیت نشان نمیدهد. Müşküllər qabağa gələndə, ay neyini, nətəhər eləyim, başımıza nə düşdü, hardan bu daşı başımıza saldılar, nə cür bunu həll eləyək, nə cür götürək, nə cür qoyaq, deyib bunlara eləməz.
Bu cür olmaz. Müşkül gəldi qabağa, oturar, yavaş-yavaş fikirləşər, olsun, bu da bir yoldur, geçəcək ya da həll eləyəcək. Və əgər nüfuznapəzir başad, bu adam əgər bunun içinə, bunun beyninə əl aparmaq olmaya, məsələn, mən dostları, hey deyirlər ki, dostlardan biri vardı, bir yazır, indi də əlan gördüm, bir cümlə yazdı günlərdir. Deyir ki, siz ki deyirsiniz, fars dili belədir, filan həmlə edirsiniz, türk kitabı, niyə hamımız Moğləvi türk yazıbdı, filan kəs, üzrə, Moğləvi fars yazıbdı, filan kəs fars yazıbdı. Tamam, 10 nəfər fars yazıbdı. Farsların kolli yazarların tarixdə yığsız 150-160 nəfərdir, 200 nəfər deyil. Keçən 100 ildəkiləri demirik, keçən 100 ildəkiləri tarixdə, keçən 1400 ildə, 1300 ilində, ya da 100 il heç, keçən 1300 ildə 100 dana adam farsıca yazıbdı. Türk nə qədər yazıbdı? Yazmayıbdı. O göndərin də. Tarixdə adam mənə yazmış ki, Hafiz, Sədi filan, bunlar farsça yazır. Sən də türk yazanlarıdır. Oğlum, fəqət bir dana Google elədim adama. İranda bir dana kitab tərcümə eləyiblər, çap eləyiblər, 6 cild. Türkçü dildə əski və qədimi əlyazı kitablar. 6 cild. 17.000 cildi kitab. Demirik, məsələn, birdən Hafiz, bəlkə dünyanın 2000 dana kitabxanasında olar. Demirəm ki, yoxdur, ola bilər. Amma 2000 cildi kitab türk dilində yazılıb, yəni hərəsinin ayrı bir adı var. 17.000 dana. Yəni ki, türk dilində daha çox kitab yazılıb farsdan. Amma niyə biz İranda bilmirik? Çünki İranda panfarsizm qoymur biz bilək. Məsələn, buradan əgər səhv eləmirsəm, 2 dana Dədə Qorqurdun 2 dana nüsxəsi İran adlanan toprakda çıxıb insanların evindən. Əgər iştibah eləmirsəm, bəlkə bir danası Türkmenistandan çıxdı, Türkmen səhradan. Biri də fikir edirəm Batı Azərbaycanda çıxdı. Yadımda deyil, bəlkə iştibah edirəm. Amma bir məmləkətdə ki, istirlər deyirlər, sənin dilin yoxdur, gətirirlər sənə deyirlər ki, sənin kitabın yoxdur ki, olsa oxuyardınız, bilərdiniz. Tamam, sən qoymursan ki, mənim məsələ kitablarım çıxsın. Sən mənim kitablarımı aradan aparırsan. Əgər mənim də ağlım varsa, kitab qoymuram, sən biləsən var. Çünki bunu bilsən, gəlib aradan aparacaqsan. Məsələn, deyirlər ki, Ayətullah Mərəşi Nəcəfinin Qumda bir kitabxanası var. Deyirlər, 1 milyon cild kitabı vardı, 40 min danası əl yazısıdır. Biz, məsələn, əcəba oradakı kitabların neçəsi türkcə əl yazıdır? Yəni, fars dili şeir ola bilər, dili ola bilər. Türk dili fəlsəfə və əql dilidir, şeir dili deyil. Şeir üst-üstə çərəndiyatdır. Xüsusən İran adlanan torpaqda. Çünki, məsələn, keçən minildə Hafiz, Sədi, bu bir şeylər deyiblər. O camiədə bu günləri adam öldürürlər, bıçaqla kəsirlər, oğururlar bir-birini. O şeirin pəs təsiri yoxdur, o camiədə heç əsər qoymayıbdır. Bir dənə bir kitab yazılır, dostlar, onun təsirinə baxarlar. Yoxsa kitab yazılır. Quran niyə mühümmüdür? Çünki bu Quran insanların zindicanlığını dəyişdiribdir və dəyişdirir indi də. Amma İranda niyə Quran oxumurlar? Çünki Quran oxusalar dəyişərlər, oxumurlar, qoymurlar oxusunlar. Amma Hafiz oxuyurlar, Sədi oxuyurlar, Rüstəm oxuyurlar, nə bilim Şahnamə oxuyurlar. Nə oldu? Oxuduqlarına nə çıxıbdır? Bu millətin, məsələn, hansı eşqdən düşüncələri nədir məsələn? Deyir ki, əgər nüfuznapəzir başad, belə bir şey olar ki, buna rahat zihnin fikrini değiştirə bilməsələr, nəmitəvan əz konhi xatir və ağaş olur. Eləyə bilməsələr, görürlər ki, bunun beynində bir strateji qoyubdur ki, düşmənə zərbə vuracaq. Bunu tapa bilməzlər. Amma nüfuzpəzir olsa, yəni onu eləyə bilsələr, o adamı əl tapalar o adama, gələr deyər ki, olan sizdən də tüy çıxar, farslar belələrdir, adam ağzını açar, nə mənə var, gələr deyər. Hə, bizim bir belə əsləhəmiz var, bir belə qurumumuz var, filan yerdə dövrə görürlər, filan zamanda həmlə eləyəcək. Niyə? Adam özünü saxlaya bilmir. Rahatca bunu qızdır, əsəbi elə, ağzından açsın, töksün. Amma buna nüfuzpəzir deyərlər. Əgər adil başad,
به شایستگی عمل میکنند. Adil ne deməkdir? Ədl adında bir söz məncə yalan bir sözdür. Amma budur. Əgər qanunu düz icra eləsə, hamıya icra eləsə, buna mən ədl deyirəm. Mən ədl deyirəm. O orada. Yoxsa bu qanun ayrı yerdə cavab verməz. Ədl hesab olmaz. Və əgər به خود مسلط باشد آشفت خاطر نمیشود. Özünə də müsəllit olsa, yəni özünə özgüvəni olsa və özünü kontrol eləyə bilsə, öz əlində saxlaya bilsə özün, onda nə olar? Bunun fikri qarmaqarışıq olmaz. فرمانده باید بتواند افسران و افراد را نسبت به نقشه های جنگی خود بی اطلاع نگه دارد. Bir dana فرمانده milli hərəkətdə olan hər adam gərək nəqşəsi ola bu məmləkətin gərəyinə, bu millətin gələcəyinə nəqşəsi ola zehnində. Bunu amma əlindəki altında, xanavadəsində də belə bilindirməyir. Əlbəttə, təbii ki, biz məsələn fərzən bəzi nəqşələri yazarıq, deyərik ki, bunu hamımız bilək örgəşək bunları. Bu cür xiyal qurmağı, bu cür nəqşə çəkməyi örgəşək. Təsəvvür ki, zahirən bir böyük savaşçıdır. Qabaqcında oxuduq, bu çoxlu məmləkətləri də Çinin içində məğlub edibdir. Bu deyibdir ki, افراد لشکر می توانند در شادی زاییده از عمل انجام یافته şirkət جوید. Deyir ki, bir tane iş görüblər, piruz olublar. Onun şadlığında şirkət eləmək haqqıları var ordunun. ولی نمیتوانند در طرح و استقرار نقشه جنگی فرماندهان şirkət daşıdır. Amma fərmandehlərin o savaş nəqşələrini çəkməkdə, nə cür savaşacaq deyir, onlara girmə haqqıları yoxdur. Ordu şadlıq eləyə bilər piruzluqdan sonra. Amma bu ikinci dəfə nəqşəni bizdə çəkək, bunda yoxdur. Bunu bilməyəcəkdir. Bunu bilməyəcək. Hətta bilməyəcək ki, biz hara gedirik, niyə gedirik, hara niyə yetişəcəyik, orada nə edəcəyik. فرمانده کارهای خرافه آمیز را در لشکر ممنون. Hər şey ki xurafədir, onları ləşkərdə qədəğən elər fərmanda. Biz də milli hərəkətdə çalışırıq bunları insanlarımıza tanıtdıraq. Ki xurafə nədir? Xurafə ən budur ki, farslar deyən şiəliğa boynayıq. Ən böyük xurafə budur. Bunun içində olan xurafə İmam Zamandır, nə bilim, möcüzələrdir. Bunların hamısı xurafədir. Və bedin tərtib ləşkəriyan da az dəst şək və tərdid nəcat dəhəd. Beləsə xurafələrin qabağını alsalar, onda nə olar? Ordunun üzvləri heç birisi şəkkə, qorxuya düşməz. Şəkk eləməz. Birdən görürsən, məsələn, bir dənə qarğa gəldi. Ay, qarğa şeydir, əlamətidir, şikəst əlamətidir. O bir iddənin ürəyinə bu düşdü ki, qarğa şikəst əlamətidir, da biz savaşmayaq. Deyir, bunların qabağını alın. و در نتیجه تا لحظه مرگ با مشکلی روبرو نمیشوند. Belə də olanda ki, bunlar xurafata inanmadılar, ölüncə müşkillə üzbəyüz olmazlar, müşkilə düşməzlər. Türkçəsi o cür, üzbəyüz farsının tərcüməsidir. Müşkilə düşməzlər. Təsa deyibdir ki, پیشگویی و تفعلات نامبارک را منع کنید. بعض adamlar gəlir deyir ki, biz falsıyıq, rəmmalıq, ulduzlara baxarıq, deyərək, siz piruz olaq. Deyir, bu cür şeylər, bu cür bir adamları orduya qoymayın. Namübarək deyəndə, yəni bunların bəzi ruhiyyə var. Məsələn, Çəngiz xanın şeyi var idi. Ulduzlara, məsələn, baxırdı adam, gəlir, deyir ki, sən get bu savaşa gir, burada qazanacaqsan. Ya buradan girsən, qazanacaqsan. Və qazanırdı da. Çünki insanlara ruhiyyə verir beləsi bir şey. Hətta beləsi bir xurafat ruhiyyə verir. Amma o ruhiyyə ki, deyir, sən keçinən İmam Rızanın zirehine özü bağla, qızıldır da, zireh nədir odur? Zireh dediğim, yəni qızıldan ya dəmirdən bir şeydir, qoyublar ora. Deyir, özü ora bağla, o sənə şəfa verəcək. Axı şəfa versəydi, o imam özü zəhər yeyib ölmədi bəyə. Əvvələn bilərdi ki, zəhərdir, ikinci zəhər yeni sonra özünə şəfa verərdi, dirilərdi. Şəkk-i tərdid və ədəm qətiyyət ra az nəqşəha bezudayid. Öz nəqşələrinizi elə ki, təsmin tutdunuz ki, neynəyəcəksiniz, ondan sonra qoymayın, heç kəs sizin nəqşələrinizdə şəkk yaratsın, sui-zənni yaratsın, tərdid yaratsın, iki dillik, iki ürəklilik, iki fikirlilik yaratsın, qoymayın.
Sumafa adında biri də deyibdi ki, xurafat rəzmindən bərdar idi. Xurafələri götürün ortadan. Fərmanda bizim Güney Azərbaycanda bir müşkülümüz budur. Xurafədir. Çox da mühüm müşküldür. Bir də onun molla danışsın, onun paltarı olduğu üçün mesela biz onu فرمانده در روش‌های خود تغییر ایجاد می‌کند و نقشه‌های خویش را دگرگون می‌سازد تا به آنچه می‌کند آگاهی حاصل نشود. Fərmanda bir dənə əsli nəqşə tökər. Sonra o nəqşəyə yaxın bir nəqşələr qura yol gedər. Düşmən bilməsin ki, mənim əsli nəqşəm nədir? Bunu istəyir desin. Deyir Fərmanda nəqşəsini tökər. Sonra bir yollar taktik, rəviş olar taktik. Bir taktiklər götürər ki, o taktiklərlə hey o üz bu üzə gedər. Məsələn, elə bir gedəcəyik buradan, məsələn deyim ki, Təbrizdən Tehrana. Gedirik, məsələn, buradan çıxırıq, gedirik bir Sofyana, Sofyandan gedirik, gəlirik, məsələn, Fərzən Azər şəhərə, oradan gəlirik, gedirik bir, məsələn, Əhərə tərəf, oradan gedirik, gedirik. Burada düşmən, hədəfimiz Tehrandır, amma biraz bəlkə uzaldırıq falan, amma düşmən bilmir ki, biz hara gedirik, neyinirik. Gedəndə Əhərə deyil, bunlar gedirlər Araz sahilində falan, biz gedək falan yerə. شانگ پو دیبدی که روش‌هایی که قبلا به کار رفته‌اند و نقشه‌های قدیمی که در گذشته به خوبی به مرحله اجرا درآمده‌اند بایستی تغییر və təbdil şəvət. Qabaqca bir nəqşələr qurmusunuz, onun üstündə bir hədəflərə yetişmisiniz, bir amaçlarınızı ələ gətirmisiniz. Onları fikir eləmin ki, həmişə işlər, dəyişdirin. Bir nəqşə düşmən də bilir də, bu nəqşəni sən keçən dəfə bu hiləni vurmuşdur da, onu bilir. Ayrı hilə götür. Faşlar bu hiləni bizə işlədiblər. Keçən yüzildə daimən bizə hilə qurublar və biz bu hilələrdən o qədər sevinmişik. Axcan, filan kəs gəldi, türkü danışdı. Bizim filan şairimiz getdi rəhbərin yanında. Məsələn, mən görürəm da, rəhmətli Şəhriyarın, rəhmətli Kəriminin şeirini qoyurlar Xameneyin yanında. Gözəl də şeir oxuyublar insafən. Həm şəriətinin, həm Şəhriyarın şeiri çox dəyərlidir Xameneyi düşünsə, həm rəhmətli Kəriminin şeiri çox ərzişli, qiymətli, dəcər düşünsələr. Amma biz ondan nə düşünürük? Heysat Xameneyi olsa verib orada türkü danışırlar. Ne olsun? Heysat biz boynumuza ayak beyazda bize minin. Fərmanda جای orduهای خود را تغییر میدهد. Ordunuzun yerinde değişin tez. Yani cünde yok elbette değişin daha değil. Ve az راههای انحرافی پیش میرود. İnhiraf ayrı yollardan. Ya ayrıca yollardan deyək. Yani özünüz ayırırsınız ki gedəsiniz oradan. Və bedin tərtib tərhay xud را nüfuznapazir کنید. Öz nəqşələrinizi düşmən anlaşılmamaz eləyin. جمع کردن لشکر و او را در وضعیت یأس‌آمیز قرار افکندن کار وظیفه فرماندهان است. لشکر elə toplayasan ki, elə saxlayasan ki, nigaran olmasınlar, qorxmasınlar. Bu da vəzifə fərmandehin vəzifəsidir. فرمانده لشکر خود را عمیقاً در سرزمین دشمن وارد می‌کند و در آنجا ماشی را می‌چکاند. Bir o fərmande güclü fərmandehdir, güclü düşünəndir ki, düşmənin içinə can, qəlbinə can, gücün savaşçıların aparır, düşmən bilmir. Orada birdən maşanı çəkir. Bu maşanı ki dedi, maşi را می‌چکاند, yəni ki, bu da burada təhrif olubdur. Çünki o zaman maşa yox idi. Deyir ki, bəs düşmənin o fərmandehi, o milli fəal, güclü milli fəaldır ki, ittilaatın içinə adamları soxa bilər. Sipahpasların içinə adamları soxa və oradan ittilaatı çıxada və sonra birdən onların əleyhinə işlədə bilər. Buna deyirlər o partlatmaq. Ya məsələn, o adam milli hərəkətdə, güclü hərəkətdir ki, familidə, dostda adamlar var, tanıdıqları var, qonşuda, filanda, bəhmanda. Bunlardan soruşur monitoring Təbrizdə neçədən adı? Bizim şəhərdə hardadır monitoring? Bu dürbünlər hara vəslidir? Hardan bunları kontrol edirlər? Kimlər görür? Nə cür getmək olar? Nə cür görür? Bunları ələ gətirir. Bu güclü bir şeydir. Ya məsələn, hər şəhrin stratejik nöqtələrin sipahpasların bəsit müşəxəs edir. Yəni, əgər bir hərəkət olsa, sipahpasların və bəsiz əvvəl o nöqtələri tutacaqdır. Onlardan biri bərq idarələridir, bərqin əsli mərkəzi. Biri su mərkəzləridir, biri radio televizyondur, biri monitoring sistemdir, biri ustandarlıqdır, biri də əsli padiqanlardır.
Mən hələ və elə bildik yadımda olduqlar bunlardır. Gəlged idarə mərkəzi, yemək idarə mərkəzi, suyu dedim, su mərkəzi, elektrik mərkəzi. Bunlar o yerlərdir ki, çox mühümdürlər. Stratejilər. Bir də bimaristanlar. Hər bimaristan yox. Məsələn, hər şəhərdə 1-2 dənə bimaristan var ki, bu çox stratejikdir. Yəni, məsələn, bu imkanı çoxdur. Burada yaralıları zaten burada aparıb saxlamaq olar. Əziz dostlar, 147-ci səhifəyə yetişdik. Mən fikir edirəm ki, burada qutarsam bəhsimdir. Çünki özüm də yoruldum. Sağ olun, təşəkkür edirəm ki, varsınız. Nə də ki, çox gözəl ki, varsınız. Bir ayrı gün sizi görmək ümidi ilə hamımızı Allaha tapşırıram. Sağ qalın, səlamət qalın. Hələlik.